Başa təlimin mahiyyəti budur ki, təlimdə öyrədilə bilməyən, oxumayan deyil, şagird yoxdur. Bütün şagirdlər öyrədilə bilər, bütün şagirdlər dərsi qavraya bilər, bütün şagirdlər özgüvən baxımından inkişaf edə bilər, bütün şagirdlər dərsdə iştirak edə bilər. Bununla bağlı deyir ki, dərsi 6 prinsipdən keçmək lazımdır. Birinci prinsip, dərsi mütləq təkrarla başlamağınız lazımdır deyir, təkrarla. Hətta deyir ki, təkrar eləmək lazımdır ki, şagirdin çətinlik çəkdiyi, şagirdlərin zəif qavrarlığı, şagirdin problemi olduğu yerdən bağlı təkrar elətdirmək lazımdır. Bu oldu birinci prinsip. Yəni deyir, uşağa qədər o qədər deyir bir şeyi təkrar soruşursan ki, artıq o uşağın deyir beynində avtomatik deyir öyrənmiş olur. İkinci deyir ki, dərsə başlayanda dərsin qısa təkrarından başla. Özür istəyirəm. Dərsi hissə-hissə keç. Birinci təkrardan başladıq, ikinci deyir dərsi hissə-hissə keç, xırda-xırda keç. Yəni uşağa bir məlumatı dedin, onu möhkəmləndir, qayıt o birisində. Hər bir şeyi birdən deyib uşağın deyir beynini yükləmək olmaz. Uşağa dərsi nümunə ilə hissə-hissə vermək lazımdır. Bu oldu ikinci prinsip. Üçüncü prinsip deyir ki, uşağın dəftərini mütləq riyaziyyatdırsa, kimyadırsa, biologiya, yəni bütün fənlərlə bağlı dərsində mütləq deyir model test, işlənmiş nümunə yazdır şagirdə ki, uşağı o məsələ həll eləməyə, cavab verməyə kömək etsin. Eynisin deyir şagirdin deyir dəftərinə mütləq keçdiyin dərslə bağlı işlənmiş nümunə ver, misal nümunəsi ver, məsələ nümunəsi ver ki, uşaq əziyyət çəkməsin. Dördüncü deyir şagirdlərin anlamasını yoxlayırsan. Yəni yeni materialın şagirdlər tərəfindən qavranılmasını ümumi yoxlayırıq. Sanki bir refleksiya, müzakirə edirik, uşaqlara hamısına opsi sual veririk ümumi bir yerdə. Yəni uşaqların anlamasını yoxlayırıq. Məsəl üçün indi mən bu günlərim sizə dərs sahəm elə indi bitan kimi qayıdıb bir də sual verəcəm. Ümumi həm təlim formalarla bağlı, həm üsullarla bağlı bir 10 dəqiqə qayıdıb mən sizə anlamanızı yoxlayacağam. Bu oldu dördüncü anlama. Beşinci isə deyir ki, uşağın özünü lövhəyə çıxar. İndi uşaq çıxsın lövhəyə, yeni mövzunu özü tətbiq eləsin. Testini işləsin indi bax. Yəni anlama şifahi formadaydı, düzdürmü? Tətbiq eləməkdə isə uşaq özü çıxıb bir şeyi yoxlayırdı. Özü bir şeyi eləyirdi, tətbiq eləyirdi, bir test işləyirdi. O olur 5-ci prinsip. 6-cı prinsip isə budur ki, şagirdə ev tapşırığı vermisənsə, ev tapşırığıyla bağlı, çətin tapşırıqlarla bağlı dəstək ver. Ev tapşırığı verməmisənsə də, çətin tapşırıqla bağlı şagirdə dəstək ver, kömək elə. Aydın müəllimlər, bu olur Rozenştaynın 6 prinsipi. Bir də qayıdıb deyirəm.